Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Salatu vesselamu ala eşrafil enbiya vel murselin. Seyyidina Muhammedin ve ala alihi ve sahbihi ecma'in. Amma ba'd. Allah korkusundan ağlamaq. İbn Kəsir rahimehullah Bidayə və Nihayə kitabında Əbu Süleyman Əd-Dərani tərcüməyə halında deyir ki, o belə buyurur: "Likulli şeyin alamun və alamul xudlani tərkul bukay min xəşyetillah." Yəni hər bir şeyin əlaməti vardır və xuzlənin əlaməti isə, yəni Allah Teala'nın insanı yalqız buraxmasının əlaməti isə Allah qorxusundan ağlamağı tərk etməkdir. فَإِذَا خَذَلَ اللّٰهُ الْعَبْدَ سَلَبَهُ هَذِهِ الْخِصْلَ الْمُبَارَكَةِ Allah Teala qulunu tərk edərsə, ondan bu mübarək xisləti alar. وَإِذَا خَذَلَهُ قَسَى قَلْبُهُ Və Allah Teala onu tərk etdiyi zaman qəlbi sərtləşər. وَمَعْلُومٌ أَنَّ الْقَلْبَ إِذَا قَسَى قَحِطَتِ الْعَيْنِ وَجَفَّ الدَّمْعُ فِيهَا Və bəllidir ki, qəlb sərtləşdikdən sonra göz quruyur, gözdən yaş çıxmır. فَلَا تَنْهَمِرُ لِذِكْرٍ وَلَا لِخَشْيَةٍ وَلَا لِإِنَابَةٍ وَتَضَرُّ وَمَا كَانَ كَذَلِكَ فَهُوَ مَخْذُولٌ Nə zikr üçün, nə Allahdan qorxu üçün gözdən yaş çıxmır, nə də yalvardığı zaman. Və bu da tərk olunmanın əlamətidir. Əl-hadithu anil-buka min xəşyətillahi hadithun azizun qaribun. Aziz avşəkə əllə yucəd və qarib kəd əllə yu'raf. Və bu barədə yəni Allah qorxusundan ağlamaq haqqında olan söhbət həqiqətən qərib bir söhbətdir. Yəni elə bil ki, bu barədə heç danışılmır. فَلَعَلَّ الْعَيْنَ أَنْ تَدْمَعْ وَلَعَلَّ الْقَلْبَ أَنْ يَرِقَ وَيَخْشَ فَهُنَاكَ تَتَنَزَّلُ الرَّحْمَةِ Və nə vaxt ki, gözdən yaş çıxır və qəlb yumuşalır və onda Allah Teala tərəfindən rəhmət nazil olur və həsənətlər yazılır və dərəcə qalxır. Və Allah qorxusundan ağlanmağın fəziləti. Əl-buka min xəşyətillah səbəbun lil-istizlali bi-zillil arş. Və Allah qorxusundan ağlamaq qiyamət günü ərşin kölgəsində kölgələnməyə səbəbdir. Ən Əbi Hureyra radiyallahu anhu qalə Rasulullah sallallahu aleyhi və səlləm Səb'atun yuzilluhumullahu fi zillihi yevmə la zillə illə zilluh وَذَكَرَ مِنْ بَيْنِهِمْ وَرَجُلٌ ذَكَرَ اللّٰهَ خَالِيًا فَفَاضَتْ عَيْنَهُ Əbu Hureyra radiyallahu anhudan gələn rəvayətdə Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, 7 sinif insan vardır, heç bir kölgənin olmadığı bir vaxt onlar Allahın kölgəsində kölgələnəcəklər. Və onlardan biri də təklikdə, tək olduğu zaman Allahı anaraq gözlərindən yaş axan kimsədir. Və zikrullah xaliyan yekunu aqrab lil-xuşu. Yəni insanın tək olduğu zaman ağlaması xuşuya daha yaxındır. Və əcləb lid-dumu və əb'ad anir-riya və ağladığı zaman riyadan daha da uzaq olur və nəfsin də daha təmiz olmasına yaxındır. وَلَا يَكُونُ فِي إِلْتِفَاتٌ إِلَّا إِلَى اللّٰهِ عَزَّ وَجَلْ Və belə bir anda insan yalnız Allaha yönəlir və heç kəsi gözləmir, qəlbində heç kəsi gözləmir. وَيَكُونُ الْبُكَى حِينَ يَدٍ مِنْ خَشْيَةِ اللّٰهِ وَخَوْفِهِ Və bu zaman ağlamaq Allah qorxusundan hasil olur. Yəni belə bir ağlamaq həqiqətən Allah qorxusundan ağlamaq sayılır. ذَلِكَ بِأَنَّ الْخَلْوَةَ مَدْعَاتٌ إِلَى قَسْوَةِ الْقَلْبِ Və bu da ona görədir ki, ümumiliklə təklik, yəni insanın tək qalması qəlbin sərtləşməsinə səbəbdir.
Vəl-cürətu aləl-ma'siyə və günaha səbəbdir. Yəni, həqiqətən tək qalmaq insanı ümumilikdə günaha cürətləndirən bir andır. فَإِذَا مَا جَاهَدَ الْإِنسَانُ نَفْسَهُ فِيهَا وَاسْتَشْعَرَ عَظَمَةَ اللَّهِ فَاضَتْ عَيْنَاهُ فَاسْتَحَقَّ أَنْ يَكُونَ تَحْتَ ظِلِّ عَرْشِ الرَّحْمَنِ يَوْمَ لَا ظِلَّ إِلَّا ظِلُّهُ. İnsan buna baxmayaraq, təklikdə nəfsinə qarşı vuruşaraq, Allahın əzəmətini xatırlayaraq, hiss edərək, gözlərindən yaş axarsa, o bu mükafata layiq olar. Rahmənin ərşinin kölgəsində kölgələnməyə. وَرَجُلٌ ذَكَرَ اللّٰهَ خَالِيًا فَفَاضَتْ عَيْنَهُ. Və o 7 sinif insanlarla biri odur ki, təklikdə Allahı anaraq gözlərindən yaş axan kimsədir. هَذَا الذَّاكِرُ مُسْتَظِلٌ بِظِلِّ الْعَرْشِ يَوْمَ الْحَرِّ الْأَكْبَرِ. Yəni, bu kimsə, təklikdə Allahı zikr edən kimsə, ən böyük isti günündə ərşin kölgəsində kölgələnən kimsədir. وَالنَّاسُ فِي حَرِّ الشَّمْسِ قَدْ سَهَرَتْهُمْ فِي الْمَوْقِفِ. Yəni, insanlar o günəşin istisində olacaqlar. Hansı ki, elə bir yerdə isti onları əridəcək. فَهَلَّ وَقَفْتَ يَوْمًا لِوَحْدِكَ وَخَلَوْتَ بِاللّٰهِ لَا يَعْلَمُ بِكَ إِلَّا اللّٰهِ. Sən belə bir anı yaşadın mı? Allahla tək qalaraq, Allahın əzəmətini və qüdrətini və sənin üzərində olan nemətini xatırlayaraq ağladın mı? وَتَذَكَّرْتَ تَقْصِيرَكَ وَكَثْرَةَ ذُنُوبِكَ فَخَفِقَ الْقَلْبُ وَاقْشَعَرَّ الْبَدَنُ وَسَالَتِ الدَّمْعَةُ عَلَى الْخَدَّيْنِ. Və öz müqəssirliyini, Allahın qarşısında olan müqəssirliyini, günahların çoxunu xatırlayaraq, qəlbin və bədənin titrəyərək gözlərindən yaş axdı mı? فَرُبَّمَا كُنْتَ مِنَ السَّبْعَةِ الَّذ۪ينَ يُظِلُّهُمُ اللّٰهُ فِي ظِلِّهِ. Və ola bilsin, bununla da o 7 sinif insandan biri ola bilərsən. فَهَيَّ بِنَا إِلَى الْبُكَاءِ وَالدُّمُوعِ لَعَلَّنَا نَسْتَظِلُّ بِظِلِّ الْعَرْشِ يَوْمَ الْقِيَامَةِ. Və belə kimsələrdən olmağımız üçün, yəni buna yönəlməli, yəni bu xisləti əldə etməli. ذَلِكَ الْيَوْمُ الَّذِي يَعْرَقُ النَّاسُ فِيهِ إِلَى آذَانِهِمْ. Hansı ki, o günü insanlar tərin içərisində olacaqlar. Qulağına qədər tərin içərisində olacaqlar. Necə ki, Əbu Hureyra radiyallahu anhudan gələn rəvayətdə Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur: يَعْرَقُ النَّاسُ يَوْمَ الْقِيَامَةِ حَتَّى يَذْهَبَ عَرَقُهُمْ فِي الْأَرْضِ 70 ذِرَاعًا وَيُلْجِمُ حَتَّى يَبْلُغَ آذَانَهُمْ. Və insanlar qiyamət günü tərləyəcəklər və onların təri yerin içərisində 70 arşın keçəcək və hətta onları yüyənləyəcək, yəni qulaqlarına qədər tərin içərisində olan kimsələr olacaq. Miqdad ibn Əsvəd radiyallahu anh'a gələn rəvayətdə deyir ki, Peyğəmbər sallallahu aleyhi və səlləmin belə dediyini eşitdim. Və yəkunun nəsu alə qadri əməlihim fil araq. Və insanlar qiyamət günü əməllərinə görə tərin içərisində olacaqlar. Və minhum mən yəkun ilə kəbihi. Onlardan bəziləri topuğuna qədər. Və minhum mən yəkun ilə rükbəteyhi. Və bəziləri isə dizinə qədər. Və minhum mən yəkun ilə haqvayhi. Və bəziləri göbəyinə qədər. Və minhum mən yulcimuhul araqu ilcəmə. Və bəzilərində tər yüyənləyəcəkdir. Yəni ağzına qədər tərin içərisində olacaq. İnnəl insəni fi fasl-ı seyf ya'məl cəhidə alə ən yudhibəl harr bi vəsail-i təbridil müxtəlifə. Yəni insan yayın isti günlərində, yəni hər bir vasitədən istifadə edərək özünü sərinləşdirməyə çalışır. فَكَيْفَ لَا يَعْمَلُ عَلَى أَنْ يَقِيَ نَفْسَهُ مِنْ ذَلِكَ الْحَرِّ الرَّهِيبِ وَالْعَرَقِ الْكَثِيرِ الَّذِي يَبْلُغُ مِنَ الْإِنسَانِ عَلَى قَدْرِ عَمَلِهِ. Və belə olduğu halda o isti günün istisindən və tərindən qorunmaq üçün necə də səy göstərmir. Həmçinin Allah qorxusundan ağlamaq səbəbun linnəcət, nicat tapmağa bir səbəbdir. Uqbə ibn Amir radiyallahu anhu deyir ki, Qultu ya Rasulallah, mən nəcət. Deyib ki, ey Allahın Rasulü, nicat nədir? Qurtuluş nədir? Qalə əmsik aleykə lisanək vəl yəsə'kə beytuk vəbki alə xatiyyətik. Və mənə dedi ki, dilini saxla və evin sənə kifayət etsin və öz günahına ağla. Kənə həmmul qavmi talabun nəcət.
فَلْيَكُنْ فَهْمُونَ لِلنَّجَاتِ أَنْ نُزَحْزَحَ عَنِ النَّارِ وَنَدْخُلَ الْجَنَّةِ. Və onların əsas dərdi nicat, qurtuluş idi. Və biz də bunu başa düşməli. Nicat nədir? Cəhənnəmdən uzaq olub cənnətə daxil olmaq. Əsil nicat, qurtuluş, cəhənnəmdən uzaq olub cənnətə daxil olmaqdır. Necə ki, Allah Teala Əl-İmran surəsi 185-ci ayədə buyurur: "Fəmən zuhziha anin-nar və udxiləl cənnətə fəqad fəz." Cəhənnəmdən uzaqlaşdırılıb cənnətə daxil edilən kimsə artıq nicat tapmışdır. Fəhəyyə ya sahibəl xataya əynəd dumu'ul cariyə və ya əsirəl məasi ibki minəz-zunubil madiyə. Və yəni günahlar sahibi olan kimsə, hanı axan yaşlar və ey asi olan kimsə, hanı o günahlara görə ağlamaq. Mən kənə yaxşəllaha cəllə cəlaluhu fəlyukthirul abarat fil xalavət. Əgər bir kimsə Allahdan həqiqi ilə qorxursa, təklikdə ağlamağını çoxaltsın. Fəl-vacib alə kulli muslim alimə min nəfsi zənbən ən yukthirəl buka aleyhi əsəhu yəmuhuhu min kitabihi mevlah və yətəfaddal aleyhi və yəğfirə ləhu mə qad cənəh. Və hər bir müsəlmana vacibdir ki, öz günahlarını bilən, günahlarına görə təklikdə ağlaması, yəni ola bilsin Allah Teala bunun sayəsində onun günahlarını silər. Fəl-nəbki alə mə əznəbnəv fiş-şuhuri vəl-ə'vam və fi's-sə'ati vəl-əyyəm. Və buna görə də aylarda, illərdə və saatlarda və günlərdə işlədiyimiz günahlarımıza ağlamalı. Və mə fərratna fih min ədəyi hüquqil məlikil alləm. Və həmçinin həmin günlərdə verdiyimiz səhlənkarlığa, etdiyimiz səhlənkarlığa görə ağlamalı. Və min a'zamil məsaib lirracul ən ya'lə min nəfsihi təqsira bəl və tafrida thumma la yəbki və la yubəli. Və ən böyük müsibətlərdən də biri odur ki, insan öz günahını, öz müqəssirliyini, öz səhlənkarlığını bilərək ağlamamasıdır. Və həmçinin Allah qorxusundan ağlamaq min əsbəbi təhrim alən-nar, yəni cəhənnəmin haram olmasının səbəblərindəndir. Necə ki, hədisdə İbn Abbas radiyallahu anhına gəlir rəvayətdə deyir ki, Peyğəmbər sallallahu aleyhi və səlləmin belə dediyini eşitdim: "Aynani la təməssuhumən-nar. Aynun bəkət min xəşyətillah və aynun bətət təhrusu fi səbilillah." İki gözə yəni od toxunmaz, iki gözə od toxunmaz. Birincisi Allah qorxusundan ağlayan gözə və ikincisi isə Allah yolunda keşik çəkərək gecələyən gözə, yəni yatmayaraq keşik çəkən gözə cəhənnəm odu toxunmaz. İnşallah bununla kifayətlənir. Allah təşəkkür edir.